Naxçıvanın əməkdar artisti Ehtiram bəy Hüseynovun səsini dinləmək istəyirik. Sayfasını gərək şərh edəm o günə Həqiqi Həqiqi eşqimizə imtihan olan gecədir Sarı bana seher sarılara zar edecek O sarı bana seher sarılara zar edecek Şemen çiçeklerini var kan olan gecedir Boşa düzdürmüsən, Hakan'a boşdu.
Təşəkkürümüzü bildirmək istəyiriksə Ehtiram bəy, buyurun gəlin yanımıza zəhmət olmasa. Və Ehtiram bəy, bayaqları çox gözəl bir mövzu haqqında danışdıq. Belə ki, 3 gün ərzində fevral ayının 25-i, 26-sı, 27-si tarixində Azərbaycanın Bakının və bir çox rayonların kinoteatrlarında pulsuz olaraq, tam təmənnasız olaraq 3 gün ərzində Xocalıya Ədalət adlı kampaniyası ilə bağlı bir neçə film yayımlanacaq. Və filmin özəyi nədən ibarətdir? Demək, Amerikalı bir ifaçı, hətta adını Jeffrey, Azərbaycana gələrək muğam ifa edən körpə balalarımızı görür. Onlardan ilhamlanır, valihlənir və gedir böyük bir film çəkir. Bu filmi də Xocalıya Ədalət Təşviqat Kampaniyası adı altında artıq kinoteatrlarda nümayişə başlayır. Bizim muğam o qədər onu ilhamlandırır ki, o qədər ona toxunur ki və deyir ki, Xocalının həqiqətlərini o çılpaq şəkildə deyil, elə ifa ilə gəlin bütün dünyaya təsir edir. Həqiqətən də ifanın böyük bir qüvvəsi var, düzdürmü? Əlbəttə, əlbəttə. Jeffrey-ni yəni biz artıq bütün Azərbaycanın hər birimiz tanıyırıq. Çünki o Azərbaycan milli musiqisinin, milli alətləri olan tar, kaman, onların dünyada təbliği ilə məşğul olub. Həm özü o Azərbaycan musiqisinə, Azərbaycan milli alətlərinə vurğunluğundan irəli gələrək tar çalmaq, tarda ifa eləməyə öyrənib, kamanda ifa eləməyə öyrənib və bu da təbii ki, bizim musiqinin, muğamlarımızın böyüklüyündən, əzəmətindən irəli gəlir ki, o insan ondan ilham alıb və Azərbaycana, Azərbaycan musiqisinə vurulub, bağlı olub, həm də ki, Azərbaycan həqiqətlərini, o cümlədən Xocalı soyqırımını, belə deyək, öz sənətində, öz peşəsində artıq, belə deyək, bütün dünyaya yayır. O filmə mən də baxmışam 2 dəfə və İnşallah ki, Xocalı soyqırımı bütün dünyada tanınar və haqq ədalət öz yerini tapar. Elə Arzu Xəməliyeva da bizim gənc ifaçılarımızdandır. Sevirəm ümumiyyətlə bizim xanımlarımız. Adətən düzdür, bir çox müğənnilərimiz var, ifaçılarımız var, estrada müğənniləri var. Amma muğam ifa edən xanımlarımız hər kəsdən seçilir. Öz xaric görünüşü ilə, öz icazkarlığı ilə, səhnədə duruşu ilə, bəlkə də muğam daha çox insana özəl, əlavə bir gözəllik verir. Elə deyilmi Arzu xanım? Təşəkkür edirəm, çox sağ olun. Bəli, əlbəttə ki, muğam bizim musiqimizin köküdür və əgər biz muğamın təbliğatçısıyıqsa, təbii ki, biz görüb götürürük, nəsildən nəsilə ötürülür bu sənət. Ona görə də hər zaman bizdən yaşca böyük xanəndələrimizi özümüzü örnək hesab edirik. Şəxsən mən belə yanaşmışam və düşünürəm ki, bütün xanəndələr, elə bəylər də, xanımlar da hər zaman belə yanaşırlar. Amma muğamın özünün əzəməti, özünün ecazkarlığı, özünün belə deyək, ağırlığı artıq yansıyır ifaçıya da. Bəlkə ona görə fərqli gəlir sizə də. Amma yenə də şərhiniz üçün təşəkkür edirəm. Və eyni zamanda elə söhbət xanım ifasına düşmüşkən, Arzu xanım, bəlkə sizdən də bir ifa alaq. Buyurun, sevə-sevə. Elə xanımımızın da səsini, özəl səsini də biz də dinləyək və əlbəttə dəyərli dinləyicilərimiz, siz də Feyziyə balasınız. Görüşlər kövrək olar, təzə gül kimi. Sevənlərə örpək olar, göylər tül kimi. Gecə keçər, oldu sönər, sökər dan yeri. Ürəklərə köçüb gedər ilk görüş yeri. Bir budaqda iki çiçek açılar duşa, bir sinədə iki ürək verər baş başa. Görüşün yeri yurdu bilinmez olar. İlk görüşler yüreklerde silinmez olar. Yıllar öter sevenlerin telinin sesi.
Ürəklərdə məhəbbətin dilinin səsiz. Bir budaqda iki çiçək açılar quşa, bir sinədə iki ürək verər baş-başa. Bir budaqda iki çiçək açılar quşa, bir sinədə iki ürək verər baş-başa. Susar baxışların sözü başlanar. Qız danışmaz gözəlliyi nazı başlanar. Bu naz ilə nəğmələşər ilk görüş yeri, həmişəli doğmalaşar ilk görüş yeri. Bir budaqda iki çiçək açılar qoşa, bir sinədə iki ürək verər baş-başa. Bir budaqda iki çiçək açılar qoşa, bir sinədə iki ürək verər baş-başa. Verər baş-başa. Təşəkkür etmək istəyir Arzu xanım. Həqiqətən də gözəl bir söz söylədi ki, insanların qəlbindən, xəyallarından, yaddaşından silinməz iz buraxır. Çünki ifa edən zaman insana təsir, musiqinin tamam başqa bir təsir qüvvəsi var. Musiqinin özəl bir təsir qüvvəsi var ki, insanın xəyalına necə həkk olunursa o cüründə qalır və heç vaxt yaddaşlardan silinmir. Hətta bəzən deyirik ki, Etirəm müəllim, həqiqətləri musiqi ilə də çatdırmağın öz anlamı var. Çünki bizim bir çox ifalarımızı mənfur düşmanlarımız əldə etmək istəyir. Bir çoxlarını öz adı altında çıxarır. Amma daimi olaraq bizim musiqimizin kökü var, özəyi var və bu kök də özəyi də elə muğamımızın üzərində qurulub. Elə bu kök də özəyi də bizim sənətkarlarımızın üzərində qurulub ki, elə buradan dünyasını dəyişmiş bütün sənətkarlarımıza Allahdan qəni-qəni rəhmət diləyirəm. Sağ olanlara isə əlbəttə Allahdan can sağlığı diləyirəm ki, sənətkarın dir qayğısını, qədrini elə sağlığında bilmək gərəkdir. Bəli, düz buyurursunuz. Mən Arzu xanıma təşəkkür etmək istəyirəm. Çox gözəl mahnı idi. Əla alınıb, xeyirli uğurlu olsun. Biz nətərdir, bizim düşmənlərimiz o mahnıları, muğamları hansısa bir, belə deyək, bizim musiqilərimizdən ifa edib, uğurlayanda o çox çəkmir. Bir müddətdən sonra 5 gün, 10 gün, 1 ay belə, sonra bizim hansısa bir ifaçımız çıxıb o mahnını oxuyanda o bütün dünyada hamı bilir ki, bu elə bizə aiddir. Çünki mümkün deyil ki, onlar onu bizdən yaxşı ifa eləsinlər. Bu mümkün olan bir iş deyil. Çünki bu bizim qanımızdadır, bu bizim kökümüzdədir, bu bizim özümüzün musiqimizdir. Bunu bizdən yaxşı heç bir xalqın nümayəndəsi heç kim ifa edə bilməz. Ona görə də bir çox bayaq dediyiniz ki, mahnıları oxuyurlar, deyirlər bizimdə, amma bizim sənətkarlar, bizim musiqiçilərimiz onu ifa edən kimi həmin dəqiqə bilirsən ki, bu Azərbaycan musiqisidir. Bəli, o başqa xalqda, başqa millətdə yoxdur. Ehtiramın sözünün qüvvəti bizim sənətkarlarımız hər zaman deyir ki, əgər məsələn mahnının və yaxud da əsərin ilk ifaçısı təbii ki, onu sevdirən, onu tamaşaçıya ötürən birinci vasitəçi o sayılır. Amma ən belə deyək, möhürünü qoyan şəxs onun sahibi adlanır. Yəni mahnının fərq etməz. Ola bilər ki, bunu 3-cü oxusun, 5-ci oxusun və yaxud da hər neçənci
Yəni yaxşı ifa edirsənsə, artıq bu sənindir. Biz də bu belə deyək, yanaşmanı irəli sürək ki, əgər bizdən yaxşı ifa edəcəksə, fərq etməz hansı ölkə, hansı ifaçı edəcəksə, buyursun Bu meydan bu şeytan. Bir də ki, yaxşıya hamı sahib çıxır da. Yaxşı olanda o hamı deyir bizimkidir. Necə ki, həmişə deyirik, musiqimizə, hətta mətbəximizə də belə sahib çıxmaq istəyirlər ki, mətbəximiz də dadlı, ləziz təamları bütün dünyada sevilən, seçilən mətbəxlərdən biridir. Necə ki, musiqimiz əzizdir, necə bizim milli adət-ənənələrimiz dəyərlidir. O cür elə mətbəximizə də sitayiş edirlər. Amma həqiqətən də gözəl bir söz söylədiniz ki, yaxşını yaxşıdan götürmək gərəkdir. Yaxşıyıq ki, demək ki, göz qabağındayıq. Yaxşıyıq ki, xaricə gedən zaman, əcnəbilərin qarşısına çıxan zaman hər kəs ifalara alqışlayır, ayaq üstə durur alqışlayır. Hətta bəzən deyirik ki, xaricilərin musiqi duyumu tam başqadır. Çünki onların mədəniyyətinə, onların musiqisinə nəzər yetirdikdə tam başqa bir ifalarla, tam başqa bir tərzə rastlaşırıq. Amma yenə də o tərzə baxaraq onlar bizi sevir, bizi seçir, bizim musiqini bəyənir. Çünki musiqinin, bayaq gözəl də bir söz söylədi ki, kökü var. Düzdürmü? Bəli, doğru, düzdür. Və eyni zamanda bizim bilirəm ki, bir çox muğam ifaçılarımız daha çox, ən çox sevilən muğamların şahı olan Leyli və Məcnundur ki, bir çox xanımlarımız, gənc ifaçılarımız Leyli olmaq istəyir, bəylərimiz isə Məcnun olmaq istəyir. Bax, bu Leyli Məcnuna da gəlib çatmaq üçün ən azı biraz təcrübə gərəkdir, yox? Biraz yox, çox təcrübə gərəkdir. Əslində gərəkdir, amma təşəkkür edirəm Opera və Balet Teatrının rəhbərliyinə və təbii ki, bizim ustadlarımıza və mən xüsusilə Mənsum İbrahimovu qeyd etmək istəyirəm, bizim əvəzsiz Məcnunumuz. Çünki o gənclərin operaya yönəlməsində bir mənalı şəkildə çox böyük rolu olan bir insandır. Şəxsən mənim də bugün opera səhnəsində bir gənc Leyli kimi iştirak eləməyimdə Ən gənc Leyli sizdə səhv etmirəmsə. Bəli, böyük əməyi var. Ona görə də və yeri gəlmişkən fürsətdən istifadə edib icazə versəz 19 martda bütün tamaşaçıları Leyli və Məcnun operasına dəvət etmək istəyirəm. Məhz ustadımla bu səhnəni bölüşəcəm. Mənim üçün ən böyük qürur hissi duyuran bir səhnədir. 19:00-da belə hər zamanki kimi. Çünki o ilə bağlı artıq bizim evdə artıq danışıqlar gedir. Artıq demək olar ki, yəni ki, belə deyək də artıq məni proqramlaşdırıblar ki, 19-u biz Leyli Məcnun izləyəcəyik. O da deyən kimi artıq saatını verir. Çünki artıq mən oradayam. İnşallah çox sevə-sevə gözləyirik bütün tamaşaçıları da və arzu edirəm ki, inşallah tezliklə ehtiramı da Məcnun obrazında görək. Çünki mən düşünürəm ki, onun səsi də, sənəti də çox yaraşacaq. Əlbəttə. Və eyni zamanda icazə versəz sözü yenidən sizə verərik. Arzu xanım? Sevə-sevə. Mən yəqin ki, bizim ikinci mahnımız yeni bir mahnıdır. İlk ifadə xüsusilə sizin proqramınıza özəl çatdırdıq və Tahir Əkbərin musiqisidir. Sözləri isə Tağı Əhmədova aiddir. Buyurun. Yeni ifa, buyurun. İnşallah xeyirlisi olsun. Buyurun. İstəyirəm sizə. Çox sağ olun Arzu xanım. Və eyni təşəkkür zamanda biz bu günləri çox gözəl bir mövzudan danışırıq. Bu günləri bizim milli muğamımızdan, musiqimizdən, bizim dəyərli milli varlığımızdan danışırıq. Və əlbəttə ki, çaylarımız da gəlib çıxdı. Gülnar, buyur, şirnilərimiz də zəhmət olmasa gətir və bizim sizin üçün özəl olaraq hazırlanmış özəl şirnilərimiz var. Təşəkkürümüzü bildirmək istəyirəm. Və eyni zamanda əlbəttə ki, bu şirniləri bizə özəl olaraq göndərən Baby on Board körpələr uşaq bağçasına göndərmək istəyirəm. Bu balaca körpələrimizdir. Özəlliklə bişirib bizə hər həftə bizim üçün özəl şirniyyatlar hazırlayıb göndərirlər. Bu balaca tamaşaçılarımızı mən çox sevirəm və hər dəfə onlara dəyərli sevgi, məhəbbətimi bildirmək istəyirəm. Sizin üçün də özəldir. Hansından istəsəniz dada bilərsiniz və bu ləziz təamları bilirəm ki, Arzu xanım rəhbərlikdə sizsiz təşəkkür etmək istəyirəm. Bəli, bu günləri kimin ad günüdür Sərvər bəy? Bu bizi izləyən, Qaradağda izləyən belə dəyərli izləyicimiz var hal-hazırda. Bəsirə xanım. Düzdürmü? Nə maraqlı adı var. Bəsirə xanım bu gün 37 yaş tamam olur. Sizi təbrik edirəm Bəsirə xanım. Qaradağdan bizi izləyirsiniz. Təkcə Qaradağdan deyil. Azərbaycanın hansı bölgəsindən bizi izləyirsinizsə hər birinizə təşəkkürümüzü bildirmək istəyirik. Sözünüz varsa əlaqə nömrəmiz var. Buyurun, zəng edin və öz ürəyinizdə olan sözlərinizi siz də bizə çatdıra bilərsiniz. Eyni zamanda bəli, çox gözəl insanlar dəvət etmişəm. Sizi həqiqətən də ifalarınızı çox sevirəm. Bu gün bizim ilk tanışlığımızdır. Nəzərə alsaq ki, sizi mən ekrandan, səhnələrdən tanıyıram. Amma əyani qiyabi şəkildə, Yox, biz əslində qonşu kanalların birində görüşmüşük. Bəli. Amma sizin buradakı proqramınızda ilk dəfə. İlk dəfə siz qonağımızsınız ki, bəli, hər dəfə orada da qeyd etmişdik ki, siz bizim səhnəmizin ən gənc Leylisisiniz. Və eyni zamanda bəli, niyə sevirəm Leyli Məcnun operasını? Çünki bəzən bir çox gənclərimiz var ki, bütün muğam ifaçılarımız ən böyük uca zirvədir. Orada
ifa etmək, çıxış etmək. Çünki insanları bir var efirdə salamlayırıq, bir də var səhnədə salamlayırıq. Bu yəqin tamam başqa bir zövq verir, yox? Bəli, əlbəttə səhnə. Mikrofon zəhmət olmasa, səhnə tamam başqa bir zövq Bəli, verir. əlbəttə səhnə tamam başqa bir şeydir. Yəni səhnədə hər bir müğənni, hər bir musiqiçi tab gətirib dözə bilmir axıra kimi. Yəni səhnə doğrudan da böyük bir məktəbdir. Səhnədə çıxış eləmək, o səhnənin həyəcanı, belə deyək, indi Arzu xanım da göz qabağında olan bir xanəndəmizdir. Lap uşaqlığından o mənada deyirəm. Bəli. Yəni neçə illərin ifaçısıdır. Həmçinin mən özüm də, amma səhnəyə çıxanda indi də günün bu günü də həyəcan, bəli, o həyəcan həmişə var. Və həyəcan da məsuliyyətdən irəli gəlir ki, səhnəyə çıxırsan, ifa edirsən, yəni tamaşaçı sənə görə gəlib o tamaşaya, o konsertə gərək elə ifa edəsən ki, onun ürəyincə olsun. Bu da ki, təbii ki, həyəcansız başa gəlmir. Gözəl bir mövzu Toğunç həqiqətən ki, uşaqlıqdan bu baxımdan biz qadınlar, yəni sırf Arzu xanım ki, daha şanslıyıq. Çünki bəylərin keçid dövründə səsini itirmə ehtiyat təhlükəsi varsa, xanımlarda bu çox yüzdə deyil, birində olur bu hal. Amma məndə olubdur. Yəni çox az xanımlarda olsa da, hə, %1-dən mən olmuşam. Yəni çətinlik çəkdiyim məqamlar olub. Bəzən mənim ətrafımda öz belə deyək də o ərəfələrdə Arzu xanım, biz hiss eləməmişdik. Necə olsa. Ola bilər, amma olub doğrudan da mən özüm yəni xatırlayıram ki, hardasa 14-15 yaşlarında artıq səsim başladı formalaşmağa və biraz çətinlik çəkirdim müəyyən belə deyək də tanalıqlarda ifa etməyə. Amma yavaş-yavaş şükür Allaha ki, düzəldi və təbii ki, mənim ustadımın qoyduğu belə deyək də o yolla biz elə yanaşma ilə getdik ki, o səsə də zərəri olmasın, gələcəkdə ifaçılığa da bir problem törətməsin və çox belə deyək, çətin məqamlardan biridir ki, o zaman sən səsini hansı şəkildə saxladınsa elə davamı da elə gedəcək. Bəzən uşaq vaxtı uşaqları çox belə deyək də uşaqların səsi daha çox zilə qalxır. Zildə oxudurlar və bu gələcəkdə əslində ziyan edir. Amma biraz Ehtiram bəy, inşallah bu problemi siz yaşamamışsınız. Yaşamışam mən. Yaşamısınız. Bəli. Amma səsiniz qaydasındadır maşallah. İndi uşaqlıq o səsdə olmasa, indi Allah'a şükür də nə verib şükür, buna da şükür. Allah bərəkət versin. Bəzən olur ki, sevirəm ki, körpələr, məsələn, adətən daha çox rayon yerlərinə gedən zaman, Arzu xanım bayaq gözəl vurğuladı ki, rayon yerlərində hər kəs öz balası ilə övmək istəyir və evladını sizmişkən səsi o zilə qaldıraq ifa elətdirir ki, bir çoxları bunu görsün, izləsin. Amma ki, səsi qorumaq da gərəkdir. Necə ki, dəyərli dostlara həmişə ehtiyac olur ki, bunları qorumaq gərəkdir. Mənim o uşaq vaxtı, mən Bənövşə uşaq xoruna başlamışam. İlk dəfə 12-13 yaşımdan yəni oxumağa, ilk dəfə Bənövşə uşaq xoruna başlamışam oxumağa. Və orada da Allah rəhmət eləsin, həm xorun yaradıcısı, həm bədii rəhbəri Əfsəz Cavanşirov. Allah rəhmət eləsin. Yəni o texnikanı, o necə uşaqla işləmək lazımdır, onu o da çox gözəl bilirdi və belə deyək, çox əziyyətə salmadan mən də oxudum. 16-15 yaşına kimi orada, 16 yaşıma kimi, sonra o səs dəyişən vaxtı artıq mən Asaf Zeynalda tələbə idim, birinci kursa daxil olmuşdum və demək olar ki, 2 il mən elə yalandan oxudum da belə, çox. Allah tək səsinizə qüvvət versin, səsinizə bir ziyan dəyməsin, çünki sizin səsiniz bizim bayrağımızın ucalara yüksəltməsinin qüruru və açarıdır. Bu növbəti ifanı sizə verək, Ehtiram bəy, nə ifa edəcəyik? Çox sağ olun, təşəkkürümü bildirirəm bir daha. Geri Qayıtmaz adlanır mahnı. Musiqisi bizim sevimli bəstəkarımız Tahir Əkbərindir. Sözləri isə Mahirə Nağızıya aiddir. Nə gözəl, buyurun. Fikirdəyəm mən, o şirin çağlarım geri qayıtmaz. Ağaran
saçlarım qəmli kədərdir. Saçımın qarası geri qayıtmaz. Ağaran saçlarım qəmli kədərdir. Saçımın qarası geri qayıtmaz. Ağaran saçlarım qəmli kədərdir. Saçımın qarası geri qayıtmaz. Hani o sevdalı qaynar günlərim, arzudan arzuya qonan illərim. Ay salıb qayburam şirin dillərim. Nədəndir bəsniyə geri qayıtmaz. Nədəndir bəsniyə geri qayıtmaz. Hayfa təngülüm geri qayıtmaz. Hayfa təngülüm geri qayıtmaz. Yığıb dağı döşündən qızıl laləni, dərib kol dibindən tər bənövşəni. İnciyib birazca qəlbi küsəni, yalvarıb çağıram geri qayıtmaz. İnciyib birazca qəlbi küsəni, yalvarıb çağıram geri qayıtmaz. İnciyib birazca qəlbi küsəni, yalvarıb çağıram geri İndi ürəyimi qəməz bəzər, daha sevinç deyil, dərdli bu sözlər. Yaşlar tökməyə, yaşlar tökməyə yönəlib gözlər. Ah, xoş xəyallarıyam geri qayıtmaz. Hani o sevdalı qaynar günlərim, arzudan arzuya qonan illərim. Ay salıb qayburam şirin dillərim. Nədəndir bəsniyə geri qayıtmaz. Nədəndir bəsniyə geri qayıtmaz. Hayfa təngülüm geri qayıtmaz. Hayfa təngülüm geri qayıtmaz. Hayfa təngülüm geri Təşəkkür edirik, çox təşəkkür edirik. Və eyni zamanda qeyd etmək istəyirəm ki, hal-hazırda bizi təkcə Azərbaycandan deyil, Tomskdan da izləyirlər və Rusiyadan zəng ediblər, bizə təşəkkürünü bildirmək istəyirlər ki, özəl bir ifaçıları dəvət etmişik və buradan Ələkbər müəllim dünənləri sizmə Bakıya gəlməliymiş, amma gəlib çıxa bilməyib. Çünki onun dostu Niyaz bəyinin bugün dünənləri toyu olub və deyir ki, qızının toyu olub və təbrik etmək istəyir buradan. Təşəkkür edirik Ələkbər bəy, ümumiyyətlə efirimizi izləyirsiniz. Təşəkkür edirik ki, dəyərli musiqiçilərimizə olan dəyərimizi bildirirsiniz və eyni zamanda əlbəttə özünüz də toya gələ bilməsəz, əmin olun ki, burada biz sizdə toya təbrik etmək istəyirik və hətta qeyd edirik ki, dünən Arzu xanım da həmin toyda aparıcı olub, ifa etmiş həmin toyda.
Oradan. Bax görürsünüz təsadüflər necədir. Deyir, eyb etməz. Arzu xanımı deyir toyda gəlib dinləyə bilməsəm də sizin efir vasitəsilə dinlədim. Ələkbər bəy təşəkkür etmək istəyirəm və əlbəttə ki, elə dostunuz Niyaz bəyin qızını da təbrik etmək istəyirəm. Sizlərə təşəkkür edirəm. Sizə təşəkkür etmək istəyirəm Arzu xanım. Bu dəyərli dostumuz Edelweis'dən də güllər sizin üçün gəlib. Çox sağ olun Bugünkü Edelweis. günümüzə özəl bir rəng qatdınız Ehtiram bəy. Sizə təşəkkür edirəm. Çox sağ olun, təşəkkürümü bildirirəm. Sizə təşəkkürümü bildirirəm. Xəzər televiziyasına təşəkkürümü bildirirəm ki, həmişə gənclərə, xüsusən də muğam ifaçılarına, bizlərə həmişə çox böyük diqqət ayırıblar. Bütün verilişlərində, bütün belə deyək, özəl, gözəl günlərində təşəkkürümü bildirirəm Xəzər televiziyasına. Çox sağ olun, biz həmişə sizi gözləyirik. Həmişə qapılarımız sizin üçün açıqdır. Milli musiqiyə, xüsusən də gənc xanəndələrə həmişə diqqət ayırırsınız. Çox sağ olun.